650-dən çox kim boksçunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş xatirə turniri keçirilir. Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan Kimboksing Federasiyasının xüsusi təyinatlı qüvvələrin idman klubunun ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi klublararası turnirə start verilib. Yarışda Suraxanı rayon icra hakimiyyətinin başçısı, Azərbaycan Kimboksing Federasiyasının fəxri prezidenti Adil Əliyev, şəhid ailələri, qazilər və idman ictimaiyyətinin tanınmış üzvləri iştirak ediblər. Turnir, dövlət himnimizin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik xatirələrinin yad edilməsi ilə başlanılıb. Açılış mərasimində ölkənin tanınmış müğənniləri, vətənpərvərlik, milli ruhda mahnılar səsləndiriblər. Turnirdə çıxış nitqi edən Azərbaycan Kimboksing Federasiyasının prezidenti Orxan Əliyev bu cür turnirlərin ənənəvi olduğunu qeyd etməklə yanaşı, bugünkü Azərbaycanın idman siyasətinin əsasını Ulu Öndər Heydər Əliyevin tərəfindən qoyulduğunu, hal-hazırda isə Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla aparıldığını qeyd edib. Belə turnirlərin keçirilməsi idmançılarımıza istər taktiki, istərsə də təcrübə baxımından formalaşmasına böyük təsir göstərir. Bu isə gələcəkdə daha böyük beynəlxalq yarışlarda iştirakına imkan yaradır, deyə Orxan Əliyev diqqətə çatdırıb. Qeyd edək ki, yarışı 35 hakim və 5 baş hakim Aydın Ağabəyov, Anar Məmmədov, Rahib Əhmədov, İlham Təhməzov, Elşad Ələsgərov döyüşləri idarə edir. Yarış 2 ring və üst tatami ilə təşkil edilib. 650-dən çox idmançı ilə keçirilən yarışda 10 region, 49 Bakı və Sumqayıt regional komandası iştirak edib. Bu gün axşam yarış müxtəlif çəki dərəcələrində 30 qala döyüşləri olacaq. Qala döyüşlərinin qaliblərinə Heydər Əliyev kuboku və fəxri mükafatlar təqdim olunacaq.